Körpəni necə yelləmək olar? Körpənin sakitləşməsi və yuxuya köklənməsi üçün ən yaxşısı onu rahat bir pozisiya verməkdir. Yeni doğulmuş üçün bu beşik pozasıdır. Gəlin sizə göstərim. Budur, gedirik. Bax belə. Biz körpəni yavaşca qucaqlayırıq və sanki bədənini sarırıq. Uşaq özünü qorunmuş, sakit və isti hiss edir. Yellədərkən bədənimizin hərəkətləri yumşaq və elastik olmalıdır. Körpəni yuxarı və aşağı yelləmək lazımdır. Diqqətli olun, uşağı silkələməyin. Bu, narahatlıq yarada və hətta əks təsir göstərə bilər. Bu zaman asta səslər çıxara bilərsiniz. Pıçıltı, şan, dərin nəfəs alma. Özünüzü də qorumağı unutmayın və körpəni çox yelləməyin. Körpənin sakitləşməsi və yuxuya köklənməsi üçün bir neçə dəqiqə qucağınızda olması kifayətdir. Çalışın, belinizi düz saxlayın və ayaqlarınızı bükülü vəziyyətdə tutun. Belinizi gərgin etməyin. Ümumilikdə siz rahat olmalısınız, gərgin yox.